Əlbəttə bizim iqtisadi inkişafımıza bunun heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu Biden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. Və o vaxt administrasiyanın yüksək vəzifəli şəxslərlə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin. Və əgər o administrasiya və onun nümayəndələri bugün hakimiyyətdə qalsaydı, onların bir xahişini də biz yerinə yetirməyəcəyik. Trump administrasiyası hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi. Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyə qalxmışdır. Və əlbəttə ki, biz gözləyirik ki, Konqres bu ədalətsiz, yəni keçmişdən qalan, tamamilə bugün absurd kimi sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bugün blokada var. Əksinə, bugün Azərbaycan üzərindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir, hansı blokadadan söhbət gedə bilər. Və əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bugün. Ona görə əlbəttə ki, biz gözləyirik ki, Trump administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar Partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və bunu ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var.